Kainatın dərinliklərinə baxdığımızda sanki sonsuz bir dumanın içində üzürük. Bu duman əslində həyatın, ulduzların, planetlərin doğulduğu yerdir. Biz bu nəhəng kozmik dumanlara nebula deyirik. Nebulalar kainatın həm ən qədim, həm də ən gənc strukturlarındandır. Çünki onlar həm yeni ulduzların beşiyi, həm də ölmüş ulduzların qalıqlarıdır. Yəni kainatda hər bir son əslində yeni bir başlanğıcdır. Nebulalar əsasən hidrogen və helium qazlarından ibarətdir. Lakin içlərində az miqdarda karbon, oksigen, azot və daha ağır elementlər də tapılır. Bu elementlər ulduzların nüvəsində milyonlarla dərəcə istilik altında yaranır. Ulduz partlayışları zamanı ətrafa yayılır və yeni ulduzların, planetlərin və nəticə etibarilə həyatın təməlini qoyur. Kainatdakı maddə daima bir dövran halındadır. Bir ulduz ölür, onun maddəsi kainata qarışır və min illər sonra bu maddə yeni bir ulduzun doğulmasına səbəb olur. Nebulaların sıxlığı o qədər azdır ki, 1 kub santimetr həcmdə bəzən yalnız bir neçə atom olur. Amma bu azlıq səni aldatmasın, çünki bu nəhəng qaz və tuz buludları yüzlərlə, bəzən minlərlə işıq ili genişliyində ola bilər. Onların içində cazibə qüvvəsinin təsiri ilə qaz və toz yavaş-yavaş bir-birinə yaxınlaşır, sıxlaşır və nəticədə ulduzlar yaranmağa başlayır. Orion buludu bu prosesi ən aydın görmək mümkün olan yerlərdən biridir. Orion dumanlığı təkcə bir duman deyil, o minlərlə yeni ulduzun formalaşdığı nəhəng bir laboratoriyadır. Ulduzların yaranma prosesi sanki kainatın nəfəs alması kimidir. Genişlənmə, sıxılma, doğuluş, ölüm bir-birini izləyir. Nebulaların parlaması isə onların içində baş verən fiziki hadisələrdən asılıdır. Əgər buludun içində gənc isti ulduzlar varsa, onlar ətrafdakı hidrogen qazını yoğunlaşdırır və nəticədə emissiya nebulası yaranır. Bu tip nebulalar parlaq qırmızı rəngdə görünür, çünki yoğunlaşmış hidrogenin işıq dalğa uzunluğu əsasən qırmızı spektrirdədir. Əgər buludda ulduz yoxdursa, ancaq yaxınlığında parlaq ulduzlar varsa, həmin işıq toz dənəciklərindən əks olunur və yansıma nebulası əmələ gəlir. Onlar adətən mavi rəngdə görünür, çünki mavi işıq tozda daha güclü səpələnir. Lakin bəzən elə buludlara rast gəlirik ki, onlar nə işıq saçır, nə də əks etdirir. Bu buludlar o qədər sıxdır ki, arxalarındakı ulduzların işığını udur. Onlara qaranlıq nebulalar deyirik. Qaranlıq nebulalar əslində ulduz toxumunun başlanğıc nöqtəsidir. Onların içindəki sıx bölgələr cazibə qüvvəsinin təsiri ilə çökməyə başlayır. Temperatur artır və nəticədə ulduzun yaranması üçün lazım olan şərait formalaşır. Bu proses bəzən milyonlarla il çəkir. Cazibə enerjisi istiliyə çevrilir. Qaz buludu daha da qızır və mərkəzdən nüvə sintezi başlayır. Bu an ulduzun doğulduğu andır. Hər dəfə bir ulduz yarananda kainat biraz da parlayır, biraz da enerji qazanır. Amma bu doğumlar təsadüfi deyil. Onlar çox mürəkkəb bir tarazlıq nəticəsində baş verir. Ulduz küləkləri, supernova zərbə dalğaları, cazibə qüvvəsi və termodinamik təzyiq bir-birinə qarşı fəaliyyət göstərir. Bəzən bu tarazlıq pozulur, bulud ya dağılır ya da çökməyə davam edib bir ulduz qrupuna çevrilir. Əgər nebula çox böyükdürsə, onun içində eyni anda yüzlərlə ulduz yaranır. Bu ulduzlar bir-birinə yaxın olduqları üçün cazibə qüvvəsinin təsiri ilə ulduz yığınına çevrilirlər. Bu yığınlar sonradan qalaktikalardakı ulduz qruplarının əsasını təşkil edir. Orion dumanlığında yaranan gənc ulduzlar bu cür yığımların ən gözəl nümunəsidir. Bəzən bu ulduzlar çox böyük olur və ömürləri çox qısa sürür. Onlar nüvə yanacağını sürətlə tükətir və sonda nəhəng bir partlayışla supernova ilə həyatlarını bitirirlər. Bu partlayışlar ətrafdakı maddəni dağınıq şəkildə kainata səpələyir və yeni nebulaların yaranmasına təkan verir. Beləliklə hər bir ulduzun ölümü yeni ulduzların doğuşuna səbəb olur. Bu sonsuz dövran kainatın tənəffüsü kimidir. Ulduzlar doğulur, parlayır, ölür və yenidən doğulur. Nebulalar haqqında ilk qeydlər qədim dövrlərə qədər gedib çıxır. Əbdurrahman Əs-Sufi 10-cu əsrdə Andromeda qalaktikasını kiçik bulud kimi qeyd etmişdi. Baxmayaraq ki, o zaman heç kim bunun başqa bir qalaktika olduğunu bilmirdi. 17-ci əsrdə Huygens Orion dumanlığını müşahidə etmiş, sonra Maser yüzlərlə belə obyektin kataloqunu tərtib etmişdi. O dövrdə çoxu bu dumanlı obyektlərin təbiətini anlamırdı. Bəziləri ulduz yığımı, bəziləri isə həqiqi nebula idi. Müasir dövrdə biz bu obyektləri təkcə görünən işıqla deyil, həm də infraqırmızı radio və rentgen diapazonlarında müşahidə edirik. Çünki bu dalğa uzunluqları tozun arxasından keçə bilir və bizə nebula buludlarının içini göstərir. İnfraqırmızı teleskoplar məsələn gənc ulduzların hələ tam doğulmadığı isti amma görünməz bölgələri aşkar edə bilir. Radio teleskoplar isə molekulyar qazların paylanmasını xəritələndirir və beləliklə biz ulduzların harda və necə formalaşdığını anlamağa başlayırıq. Nebulalar sadəcə gözəl şəkillər deyil, onlar fizikanın, kimyanın və kozmik təkamülün canlı laboratoriyalarıdır. Orada cazibə, istilik, plazma, maqnit sahələri və kozmik şüalar bir-biri ilə qarşılıqlı təsirli olur. Hər yeni müşahidə bizə kainatın nə qədər mürəkkəb və eyni zamanda möhtəşəm
möhtəşəm bir şəkildə nizamlı olduğunu göstərir. Məsələn, bir ulduzun doğulması zamanı yaranan enerjinin bir hissəsi maddəni qızdırır, bir hissəsi isə ətrafdakı qazı iyonlaşdırır. Nəticədə həmin bölgə işıqlanır və biz onu teleskoplarla görə bilirik. Bu sanki kainatın içində bir işıq nəfəsi kimidir. Hər ulduz, hər atom, hər toz zərrəciyi bu böyük prosesin bir hissəsidir. Kainatın bu dərin mexanizmini düşündükcə insanın varlığı da bu nizamın bir hissəsi kimi görünür. Bizim bədənimizi təşkil edən atomlar bir zamanlar ulduzların içində formalaşıb. Yəni biz əslində kainatın özündən yaranmışıq. Biz ulduz tozuyuq ifadəsi sadəcə bir bənzətmə deyil, elmi bir həqiqətdir. Bu baxımdan hər bir nebula bizim uzaq keçmişimizə açılan bir pəncərədir. Orada biz hələ yaranmadan çox əvvəl maddənin və enerjinin necə rəqs etdiyini görə bilirik. Böyük partlayışdan sonra kainat milyon illər boyunca sanki sakit idi. Hər tərəfi hidrogen və helium dumanı bürümüşdü. Gravitasiya bu qazı yavaş-yavaş sıxmağa başladı və nəticədə ilk ulduzlar və qalaktikalar formalaşdı. Həmin dövrdə yaranan ilk nebulalar da məhz bu prosesin məhsulu idi. Onlar protonebulalar adlandırıldı və tədricən kainatın strukturunu formalaşdırmağa başladılar. İndi biz bu hadisələrin izlərini uzaq galaktikalarda çox zəif işıq yayan dumanlı bölgələrdə müşahidə edirik. Astronomlar üçün bu bölgələr kainatın körpəlik dövrünə baxmaq imkanı verir. Ulduzların yaranması zamanı maddənin davranışı mürəkkəb fizika qanunlarına əsaslanır. Gravitasiya qazı mərkəzə doğru çəkir. Sıxılma nəticəsində temperatur yüksəlir və təzyiq artır. Amma müəyyən bir nöqtədə bu iki qüvvə tarazlaşır. Bu tarazlıq ulduzun uzunömürlülüyünü təmin edir. Ulduzun daxilində nüvə sintezi prosesi sabit davam etdiyi müddətcə o parlayır və enerjisini kainata yayır. Lakin bu proses dayandıqda cazibə üstün gəlir və ulduz öz içinə çökür. Kütləsindən asılı olaraq bu çökmə nəticəsində ya ağcırtdan, ya neytron ulduzu, ya da qara dəlik yaranır. Süpernova partlayışı zamanı ulduzun xarici təbəqələri kosmosa atılır və yeni nebula əmələ gəlir. Məsələn, Krab dumanlığı belə bir partlayışın qalıqlarıdır. 1054-cü ildə bu hadisə yer üzündə müşahidə olunmuşdu və o qədər parlaq idi ki, gündüzlər belə görünürdü. İndi isə həmin bölgə radio, rentgen və optik diapazonlarda müşahidə olunur və biz orada kainatın enerjili təbiətini aydın şəkildə görə bilirik. Nebulalar həm də kimyəvi təkamülün əsas mərkəzləridir. Ulduzların içində yaranan ağır elementlər karbon, oksigen, dəmir və digərləri süpernova zamanı ətrafa səpələnir. Bu elementlər yeni planetlərin və canlı orqanizmlərin yaranması üçün zəruridir. Yəni bir ulduzun ölümü başqa bir həyat forması üçün başlanğıc deməkdir. Belə baxanda kainat bir laboratoriyadır. Nebula isə onun tədqiqat otağı. Orada hər bir saniyə enerji çevirmələri, maqnit sahələrinin qarşılıqlı təsirləri, plazma axınları və cazibə pozuntuları baş verir. Bütün bunlar bir-birinə qarışıq maddənin taleyini müəyyən edir. Müasir astrofizika bu hadisələri modelləşdirmək üçün superkompüterlərdən istifadə edir. Kompüter simulyasiyaları göstərir ki, bir nebula buludunun çökməsi milyonlarla il çəkə bilər, amma nəticədə bir neçə yüz ulduz yaranır. Bu prosesdə toz dənəcikləri bir-birinə yapışaraq planeti çevirə biləcək bərk maddələrin təməlini yaradır. Bu da göstərir ki, hər planet bir zamanlar bir nebula içindəki kiçik bir hissəcik olub. Bəzən insan düşünür ki, bu qədər nəhəng hadisələr içində bizim mövcudluğumuz nə qədər kiçikdir. Amma əslində kainatın bizə verdiyi ən böyük mesaj budur. Biz də onun bir hissəsiyik. Bizim mənşəyimiz ulduzlardır və bir gün biz də yenidən o toza çevriləcəyik. Nebulalara baxanda sanki kainatın öz yaddaşına baxırıq. Orada milyonlarla ilin enerjisi, hərəkəti və tarixi gizlidir. Hər bir işıq nöqtəsi, hər bir duman zolağı kainatın keçmişindən bir xəbər gətirir. Elm adamları bu buludların tərkibini analiz edərək kainatın kimyəvi tarixini oxuyurlar. Spektroskopiya vasitəsilə məlum olur ki, hansı elementlər oradadır, hansı temperaturda və sıxlıqda qaz mövcuddur. Bu məlumatlar bizə həm də gələcək haqqında ipuçları verir. Hansı bölgələrdə yeni ulduzlar yaranacaq, hansı bölgələrdə artıq proses dayanıb. Nebulalar bir mənada kainatın nəfəsini təmsil edir. Onlar genişlənir, sıxılır, dağılır və yenidən toplanır. Bu dövran sonsuzdur, amma hər mərhələsi özünə məxsus gözəllik daşıyır. Məsələn, Atbaşı dumanlığı adlanan məşhur nebula həm forması, həm də quruluşu ilə astronomiyanın simvollarından birinə çevrilib. O Orion bürcündə yerləşir və arxasındakı parlaq ulduz işığına qarşı qara silüet kimi görünür. Bu qaranlıq nebulaların ən möhtəşəm nümunələrindən biridir. Digər tərəfdən Qartal dumanlığı kimi yerlərdə ulduz doğum sütunları müşahidə olunur. Bu nəhəng qaz sütunları minlərlə işıq ili uzunluğundadır və Hubble teleskopunun çəkdiyi görüntülərlə məşhurlaşıb. Hər bir şəkil əslində bir elmi məlumat daşıyır. O bizə göstərir ki, kainat necə işləyir. Astronomlar bəzən deyirlər ki, nebulalara baxmaq kainatın uşaqlığını izləmək kimidir. Çünki orada hər şey hələ təzə formalaşır. Enerjilər tarazlıq axtarır və maddə öz yerini tapmağa çalışır. Əgər bu mənzərəni dərk edə bilsək, kainatın keçmişini və gələcəyini
gələcəyini eyni anda görə bilərik. Bütün bu hadisələrin içində insanın rolu sadəcə müşahidəçi olmaq deyil. Biz həm də bu hadisələri anlamağa çalışan şuur formasıyıq. Biz kainatın özünü dərk etməsinin bir formasıyıq. Nebulalara baxdıqca əslində kainatın özünü tanımaq cəhdinə şahidlik edirik. Hər dəfə bir yeni dumanlıq kəşf ediləndə sanki kainat biraz daha açılır, biraz daha öz sirrini bizə göstərir və bu sir heç vaxt tam tükənmir. Çünki hər yeni bilik yeni bir sual doğurur. Bəlkə də bu elmin gözəlliyidir. O heç vaxt bitmir, daim dərinləşir, kainat genişlənir, ulduzlar doğulur, ölür və yenidən doğulur. Biz isə sadəcə bu möhtəşəm dövranın kiçik amma dərk edən bir parçasıyıq.